Hər kəsə salam. Bu videoda kolloquiumlara hazırlaşan tələbənin 3 gününü izləyəcəksiniz. Əslində ən yaxşı metod hər dərsi vaxtında öyrənməkdir ki, kolloquiuma hazır olmağı bəs eləsin. Amma B12 və tələbəliyin şanındandır ki, biz heç də bunu deyildiyi qədər asan yerinə yetirə bilmirik. Nəysə, indi siz dərs oxumağımı izləyəcəksiniz. Mən də ağlımı qarışdıran bir mövzu var ki, onunla bağlı öz şəxsi fikirlərimi bölüşmək istəyirəm. Deməli, TikTok videolarımda necə tənbəllik etməyim, necə motivasiyalı olum deyə sadəcə və sadəcə 2 nəfərdən gələn şərh almışdım. Mənə qalsa motivasiya keçicidir, tənbəlliyə də müəyyən qədər ehtiyacımız var. Bu qənaətə niyə gəlmişəm, indi fikirlərimi izah eləyəcəm. Məsələn, Atomik Vərdişlər mənim ən sevdiyim, ən bəyəndiyim şəxsi inkişaf kitablarından biridir. Orada deyir ki, bütün böyük şeylər kiçik başlanğıclardan gəlir. Yəni təməldə motivasiyaya yox, vərdişə ehtiyacımız var. Vərdiş isə tənbəlliyin qarşısını alır. Digər bir tərəfdən mühit də bizim üçün əhəmiyyətlidir. Mühit əlverişli deyilsə, motivasiya da öz əhəmiyyətini itirir. Belə nümunə verə bilərəm ki, bizim hədəfimiz dərs eləmək yox, dərs eləyən, çalışqan birinə çevrilməkdir. Qüsursuz olmaq məcburiyyətində deyilik. Ən mühüm addım ilk səhvdən vaz keçməməkdə başlayır. Çünki bir gün həqiqətən də həyatda əhəmiyyətli bir problem ola bilər və biz planlarımızı yerinə yetirə bilmərik. Əsas odur ki, səhəri günü yenidən planlara davam edək. Yəni onu yarı yolda onsuz da dünən olmadı düşüncəsi ilə qoymayaq. Motivasiya, daha doğrusu daxili motivasiya və onu dəstəkləyən xarici motivasiya olduqca əhəmiyyətlidir. Lakin tək o yox. Zaman, mühit, davamlılıq da varsa əhəmiyyətlidir. Çünki onlar birləşir və bizim vərdişlərimizi formalaşdırır. Mənə davamlılığa sürükləyən isə xəyalımdakı gələcəyə çata bilməmək qorxusudur. Ümumiyyətlə, olduğumuz yerin qurbanı olmaq məcburiyyətində deyilik. Memar da ola bilərik. Bu kitabda ən sevdiyim cümlələrdən biri idi. Və orada 4 əsas qaydaya toxunulur. Mən də bunları öz düşüncələrimdən şərh eləmək istəyirəm. Birinci qaydada deyir ki, öz gözündən gör. Məsələn, kitab oxumaq istəyirsənsə, daim yanında kitab daşı. Mən hər gün universitetə gedəndə və qaydanda telefonu söndürürəm və kitab oxuyuram. Ayaqüstə olsam da bu vərdişə davam elətdirirəm. Çünki kitab gözümün önündədir. Yəni o məni oxumağa təhrik eləyir. İkinci qaydada deyir ki, elə et ki, bu vərdiş sən cəlb edici gəlsin. Məsələn, mənə cəlb edici gəlir, çünki 2 saat boş keçirməkdənsə yanımda olan kitabı oxuyub zamanımı dəyərləndirirəm. Üçüncü qaydada bizə izah edir ki, bu işi asanlaşdırmalıyıq. Məsələn, bir günə 60-100 səhifə oxuyuram və bu mənə motivasiya verir. Çünki kitabın maraqlı və sürükləyici hissəsinə çatıram və bir an önce onu bitirmək istəyirəm. Bu da mənə motivasiya üçün səbəbdir. Və son qaydada da deyir ki, elə eləməliyik ki, bu bizi qane eləsin. Məsələn, məni qane eləyən odur ki, il bitmədən bir kitab daha bitirirəm və ajandamda o hissəyə bir tik ata bilirəm. Bu da olur mənim üçün hədiyyə. Əslində günlük həyatımız elə vərdişlərimizdən ibarət deyilmi? Sadəcə bu qaydalar onu daha anlaşıqlı vəziyyətə gətirir. Şəxsiyyətimiz hər gün təkrarladığımız vərdişlərin toplamıdır. Və kitabın maraqlı yanında ondan ibarətdir ki, möcüzədən danışmır və sabah oyanan kimi də həyatımızda hər şey bum deyə dəyişəcək vədi vermir. Əksinə, kiçik bir dəyişikliyin zamanla bir çevrilişə səbəb olacağını göstərir. Başda da dediyim kimi, yetər ki, zincir qırılmasın. Və sevdiyim ifadələrdən biri də o idi ki, oxuduğumuz hər kitab bizə sadəcə yeni bir şey öyrətmir. Eyni zamanda köhnə fikirlərimiz üstündə düşünməyin də yeni yollarını göstərir. Təbii ki, bunlar mənim şəxsi düşüncələrim və kitabdan gəldiyim qənaətlərdir. Və düşünürəm ki, insan heç vaxt qazana bilməyəcəkmiş kimi çalışmalı, heç vaxt uduzmayacaqmış kimi də performans sərgiləməlidir. Və 3 günlük dərsdən sonra biraz da dincəlmək üçün videonun geri qalan hissəsinə xalça müzeyindən kadrlar əlavə etmişəm. Əslində burada əvvəllər olmuşam. Lakin dekabra kimi davam edən yeni bir sərgi var. Ona baxmaq üçün rəfiqəmlə birgə getmişdik. Giriş tələbələr üçün 3 manatdır. Muzeydə yalnız xalçalar yox, tarixi əhəmiyyətli bir sıra eksponatlar da var. İndi isə sizi kiçik turumla baş-başa buraxıram.
Video xoşunuza gəldisə, bəyənib şərh yazmağı unutmayın. Sağ olun.